Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışında xüsusilə Ermənistan hərəkətlərinin Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmamasına toxundu. Eyni zamanda hansı hallarda sülh sazişinin imzalana biləcəyi məsələsinə də. Bugün Qarabağa səfər edənlərin orada barbarlığın səviyyəsinin şahidi ola biləcəklərini qeyd edən dövlət başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycan müharibəni bütün beynəlxalq qaydalara uyğun aparıb və bütün mütəxəssislər bunu yüksək qiymətləndirirlər. Bugün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Çünki Ermənistanın yeni dostları onları yeni ölümcül silahlarla təmin edir. Bu isə təbii ki, regionda sülhə və sabitliyə xidmət etmir. Əksinə, regionda lazım olan sülhün qarşısını kəsir. Mövzumuzu Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasətin Təhlili Departamentinin baş məsləhətçisi politoloq İlyas Hüseynovla davam etdirəcəyik. Cənab Prezident İlham Əliyevin ənənəvi olaraq ADA Universitetində dünyanın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər kifayət qədər böyük maraq doğurur və regional sülhə, sabitliyə, təhlükəsizliyə toxunan prezident bildirib ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionunda inkişaf etmək üçün imkan yaratmayıb. Və burada xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində region inkişaf etməyib və dövlətlərarası münasibətlər qurulmayıb. Yaxşı ki, biz Cənubi Qafqaz regionunda Gürcüstanla möhkəm münasibətlər formalaşdırmışıq. Bu nəqliyyat, iqtisadi, enerji, sərmayə baxımından diqqət çəkir və bütün mega layihələr Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə icra edilmişdir. Digər tərəfdən sülh və etimad quruculuğu müstəvisində Azərbaycanla Ermənistan arasında inteqrasiya meyilləri mövcuddur və bu potensialdan istifadə etmək önəmlidir və bunun üçün hesab edirəm ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir. Bu Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Çünki uzun illər ərzində regionda Ermənistan tərəfindən düşmənçilik toxumu səpilib, Azərbaycanlılara, türklərə qarşı nifrət ideologiyası müstəvisində siyasət formalaşıb və bu nifrət nitqi zaman-zaman özünü aydın şəkildə biruzə verir və məhz bu səhv ideologiyanın sayəsində Ermənistanın işğalçılıq siyasəti ilə regionun infrastrukturu məhv edilmişdir, ekosit, kultursit, urbisit törədilmişdir və İşğaldan azad olunmuş ərazilərə səfər edən hər bir kəs bu barbarlığı və vandalizmi görə bilər. Digər tərəfdən Ermənistanın hazırki reallıqlarda silahlanması da böyük təhdidlər törədir. Ermənistan öz geosiyasi oxunu dəyişərək qərb istiqamətinə meyl edir və bu da sürətli şəkildə silahlanma, öldürücü silahların əldə edilməsi və regionda eskalasiya risklərini gücləndirir. Ermənistan tərəfi anlamalıdır ki, bu hərəkətlərlə yalnız özünə ziyan vuracaq Azərbaycan güclü dövlətdir və hər bir vasitə ilə öz təhlükəsizliyini təmin etməyə hazırdır. Təşəkkür edirik İlyas bəy. Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasətin Təhlil Departamentinin baş məsləhətçisi politoloq İlyas Hüseynovun fikirlərini dinlədik. Salamat qalın.